Salam. Bugün sizinle bir kitaptan daha artık olan bir esere, sanki bir zaman maşınıyla birbaşa tarihin en gergin anlarına seyahat edeceğiz. Söhbət Məmməd Səid Ordubadinin Dumanlı Təbrizindən gedir. Azərbaycan ədəbiyyatının şah əsərlərindən biri. Bəli. Əlimizdəki mənbələr bu əsəri sadəcə bir roman kimi yox, 20-ci əsrin əvvəllərində Cənubi Azərbaycandakı azadlıq mübarizəsinin demək olar ki, bir salnaməsi kimi təqdim edir. Bizim də bugünkü missiyamız, yəni o dumanın arxasına keçmək və anlamaqdır. Bu roman bizə sadəcə tarixi hadisələri danışır, yoxsa bugün belə aktual olan daha dərin həqiqətləri pışıldayır. Məşrutə inqilabının, necə deyim, ürəyi sayılan hərəkata qoyulmuş ədəbi bir abidədir. Ordubadi bu əsəri yazanda sadəcə yazıcı yox, həm də bir növ o hadisələrin prokuroru kimi çıxış edir. Gəlin elə buradan başlayaq. Təsəvvür etməyə çalışaq. 20-ci əsrin əvvəlləri. Təbriz. Biz bu günlərdə məşrutə inqilabı deyirik, amma o dövrün adi insanı üçün bu nə demək idi? Yəni, insanlar nə uğrunda canlarını ortaya qoyurdular? Konstitusiya uğrunda mübarizə o dövr üçün çox radikal bir fikir deyildimi? Olduqca radikal idi, həm də necə? Anlamaq üçün vəziyyəti təsəvvür edin. Təbriz o illərdə sanki partlamağa hazır bir təzyiq qazanı kimi idi. Bir tərəfdən Qacar şahının mütləq hakimiyyəti, istibdadı insanları bezdirmişdi. Vergilər ağır, qanun yox, hər şey şahın və onun əyanlarının, yəni keyfinə bağlı idi. Məşrutə tələbi əslində çox sadə bir şey idi. Biz artıq bir nəfərin köləsi olmaq istəmirik. Qanun olsun, məclis olsun, şahın səlahiyyəti məhdudlaşdırılsın. Yəni, müasir dillə desək, parlamentli monarxiya. Bəli, tam olaraq. Amma təzyiq təkcə daxildən gəlmirdi, elə deyilmi? Sanki Təbriz həm də böyük güclərin bir növ şahmat taxtasına çevrilmişdi. Kəsinliklə. Bax bu, mübarizəni daha da mürəkkəbləşdirən amili idi. Şimaldan Çar Rusiyası, cənubdan isə Britaniya imperiyası. Onlar İranı öz nüfuz dairələrinə bölməyə çalışırdılar. Onlar üçün güclü, konstitusiyalı bir İran yox, zəif, asanlıqla idarə olunan bir ölkə sərfəli idi. Ona görə də inqilabçılar eyni anda iki cəbhədə vuruşurdular. Həm daxildəki şah istibdadına, həm də xaricdən gələn bu imperialist təzyiqlərə qarşı. Roman bu iki qat mübarizənin gərginliyini inanılmaz dərəcədə canlı əks etdirir. Və bu mübarizənin önündə iki inanılmaz fiqur dayanır. Səttarxan və Bağırxan. Mənbələrdə onlara Sərdari Milli və Salari Milli kimi, yəni çox möhtəşəm titullar verilir. Amma bu adlar Təbrizin adi sakini üçün nə ifadə edirdi? Onlar peşəkar generallar idilar, yoxsa? Onlar general deyildilər, məhz bu idi bütün məsələnin möcüzəsi. Doğrudan? Bəli. Onlar xalqın içindən çıxmışdılar. Səttarxan kiçik bir tacir, Bağırxan isə bənna idi. Onların gücü hərbi təhsillərində deyildi, xalqın onlara olan sonsuz etimadındaydı. Sərdari Milli, yəni xalq sərkərdəsi adı ona görə verilmişdi ki, o saraydan təyin olunan general yox, məhz xalqın öz içindən seçdiyi lider idi. Deməli, onlar Təbrizin küçələrindəki insanların ümidinin simvoluna çevrilmişdilər. Elədir. Onlar sübut edirdilər ki, adi insanlar birləşəndə ən güclü ordularını belə meydan oxuya bilərlər. Bu çox güclü bir nöqtədir. Deməli, roman təkcə döyüşlərdən və liderlərdən bəhs etmir. Ordubadi əslində bütün bir cəmiyyətin oyanışını göstərir və bu oyanışda bəzən ən gözlənilməz insanlar önə çıxır. Məsələn, Axund Əbu Talib obrazı. Dindar birinin inqilabın önündə getməsi o dövr üçün bir qədər təəccüblü deyilmi? Həm də necə? O dövrdə hakim təbəqə və bəzi mühafizəkar ruhanilər inqilabı dinsizlik adlandırırdılar, insanları qorxutmağa çalışırdılar. Ordubadi isə Axund Əbu Talib obrazı ilə bu stereotipi darmadağın edir. Yəni? O göstərir ki, əsli din xadimi xalqının dərdinə şərik olan, zülmə və haqsızlığa qarşı çıxandır. Axundun simasında din və azadlıq ideyaları düşmən yox, əksinə müttəfiq kimi göstərilir. Bu, sadəcə ədəbi bir obraz deyil, həm də çox güclü bir siyasi mesajdır. Vətən sevgisi imanın bir parçasıdır. İnqilabın təkcə kişilərin işi olmadığını da görürük. Hətta deyərdim ki, qadın obrazları bəlkə də romanın ən radikal tərəfidir. Məni xüsusilə heyrətləndirən odur ki, bu qadınlar bir-birindən nə qədər fərqlidirlər. Bir yanda Avropada təhsil almış ziyalı Nisə xanım var. Düzdür.
Digər yanda isə heç bir təhsili olmayan sadə bir qadın olan Zeynəb. Sanki ordubadı qəsdən göstərmək istəyir ki, inqilab hər kəsə toxunur. Tamamilə. Bu çox dəqiq müşahidədir. Nisə xanım, necə deyim, yeni qadın idealıdır. O sübut edir ki, qadın təkcə evdə oturub uşaq böyütməməlidir. O, siyasi iclaslarda iştirak edə, silahlı dəstələrə məlumat ötürə, yəni vətənin taleyində kişilərlə bərabər rol oynaya bilər. Bu, o dövr üçün ağlasılmaz bir cəsarət idi. Bəs Zeynəb, onun hekayəsi məncə daha da təsirlidir. O, sanki inqilabın özünün yaratdığı bir qəhrəmandır. Kəsinliklə, Zeynəbin transformasiyası inqilabın ən böyük gücünü göstərir. İnsanları dəyişdirmək gücünü. O, hekayənin əvvəlində cəmiyyətin əzdiyi, haqsızlıqlara səssizcə dözən məzlum bir qadındır. Amma hadisələrin gedişində o tədricən oyanır, şuurlanır və sonda özü də bir mübarizə çevrilir. Deməli, Zeynəbin hekayəsi budur ki, Azadlıq sadəcə siyasi bir rejim dəyişikliyi deyil, həm də insanın daxilindəki qorxuları və zəncirləri qırmasıdır. İnqilab ona təkcə siyasi azadlıq yox, həm də şəxsi ləyaqətini qaytarmışdı. yaxşı, bu qədər qəhrəmanlıqdan, fədakarlıqdan danışdıq. Amma hər inqilabın bir də qaranlıq üzü var. Xəyanət. Romanda Rəhim xan, Hacı Fərhad kimi obrazlar var. İnsan düşünür ki, onları öz xalqına qarşı çıxmağa nə məcbur edə bilərdi? Adi xəsislik və ya qorxaqlıq bunu izah etmək üçün çox bəsit görünür. Bəli, çünki məsələ sadəcə xəsislik deyil, burada daha dərin, daha sistemli bir problem var. Ordubadinin ustalığı da ondadır ki, o, xəyanəti fərdlərin pis xarakteri ilə yox, birbaşa sinfi mənafelərlə əlaqələndirir. Baxın, Rəhim xan kimdir? Varlı bir aristokrat. Hacı Fərhad kimdir? Böyük bir tacir. Aydındır. Onlar mövcud sistemin qaymağını yeyən təbəqədir. İnqilabın qələbəsi, yəni xalqın hakimiyyətə gəlməsi, onların imtiyazlarının və sərvətlərinin sonu demək olardı. Deməli, onlar üçün seçim vətən və sərvət arasındaydı və onlar sərvəti seçdilər. Dəqiq olaraq, onlar üçün şahın istibdadı və ya rusların müdaxiləsi xalqın qələbəsindən daha az təhlükəli idi. Çünki şahla da, rusla da hansısa formada dil tapıb öz sərvətlərini qoruya bilərdilər. Amma xalq hakimiyyəti onlar üçün naməlum və qorxulu bir qüvvə idi. Bu şuurlu bir addım idi demək ki. Bəli, onların xəyanəti sadəcə fərdi bir günah deyil, öz siniflərinin mənafeyini qorumaq üçün atılmış şuurlu bir addım idi. İnqilab təkcə şaha qarşı yox, həm də daxildəki bu güclü iqtisadi maraqlara qarşı aparılırdı. Bu da mübarizənin ən çətin tərəfi idi yəqin ki. Şübhəsiz. Beləliklə, bütün bu obrazlar, hadisələr, qəhrəmanlıqlar və xəyanətlər bir yerə yığılanda, Ordubadinin bizə demək istədiyi əsas fikir nədir? Bu mürəkkəb tablonun mərkəzində dayanan ideya hansıdır? Ən sadə şəkildə desək, əsas ideya birlikdir. Roman başdan ayağa bir himn kimi səslənir. Xalqın gücü onun birliyindədir. Fərqli təbəqələrdən tacir, bənna, ziyalı, ruhani olan insanlar bir məqsəd uğrunda birləşəndə yenilməz olurlar. Və əksinə? Və əksinə, xəyanət, daxili çəkişmələr başlayanda ən böyük qələbələr belə məğlubiyyətə çevrilə bilər. Roman həm də acı bir xəbərdarlıqdır. Ən böyük təhlükə həmişə qalanın içindən gəlir. Elə isə gəlin romanın adına qaydaq. Dumanlı Təbriz. Bu adın özü də sanki bir simvoldur. Bu duman təbii ki, sadəcə hava hadisəsi deyil. Heç də deyil. Bu, çox qatlı, dərin bir metafordur. İlk qat əlbəttə ki, siyasi xaosdur. Necə yəni? Yəni, sabah nə olacağı bəlli deyil, hadisələr bir-birini əvəz edir, dostun kim, düşmənin kim olduğu bilinmir, hər şey bir duman içindədir. Sanki bir müharibə dumanı. Amma hiss olunur ki, bu daha dərin bir şeydir. Bəlkə də bir mənəvi dumandır. Məhz elə. Bu, xəyanətin dumanıdır. Günən səninlə çiyin-çiyinə vuruşan adam bugün səni arxadan vura bilər. Bu, ideoloji çaşqınlığın dumanıdır. Hamı azadlıqdan danışır, amma hərə onu bir cür başa düşür. Yalanlar, şayiələr, təbliğat havanı zəhərləyir. Bütün qəhrəmanların mübarizəsi də əslində bu dumanı yarmaqdır. Bəli, aydın bir yol tapmaq, həqiqəti görmək cəhdidir. Azadlıq o dumanın arxasındakı aydınlıqdır.
Və Ordubadi bu dumanlı mənzərəni təsvir etmək üçün çox xüsusi bir dildən istifadə edir. Analizlərdə onun dilinin sadəliyi və xalq ruhuna yaxınlığı xüsusi vurğulanır. Bu, sadəcə bir üslub seçimi idi, yoxsa bunun da arxasında bir məqsəd var idi? Bu tamamilə şuurlu bir seçim idi. Ordubadi başa düşürdü ki, o sadəcə ziyalılar üçün yox, bütün xalq üçün yazır. O bu mürəkkəb tarixi hadisələri elə bir dildə danışmalı idi ki, onu savadsız bir kəndli də, bazardakı bir tacir də anlasın. Ona görə də o xalq dilindən, atalar sözlərindən, məsəllərdən bol-bol istifadə edir. Dili çox axıcıdır. Bəli, son dərəcə axıcı və canlıdır. Belə çıxır ki, dilin özü də bir siyasi alət idi. Tarixi elitanın monopoliyasından alıb xalqa qaytarmaq kimi bir şey. Gözəl ifadə etdiniz. Məhz belə. O, faktiki olaraq tarixi demokratikləşdirirdi. Sanki deyirdi ki, baxın, bu sizin hekayənizdir. Sizin atalarınızın mübarizəsidir və mən bunu sizə elə sizin öz dilinizdə danışıram. Maraqlıdır. Bu səbəbdən Dumanlı Təbriz təkcə bir bədii əsər yox, həm də bir növ milli maarifləndirmə kitabına, xalqın öz tarixini öyrəndiyi bir dərsliyə çevrildi. Beləcə, söhbətimizi yavaş-yavaş yekunlaşdırırıq. Deyəsən, Dumanlı Təbriz həqiqətən də sadəcə tarixi hadisələri təsvir edən bir roman deyil. Bu, insan ruhunun gücü, seçimlərin ağırlığı, azadlığın dəyəri və xəyanətin acısı haqqında zamanın fövqündə dayanan bir əsərdir. Tamamilə doğrudur. Xülasə etsək, bu roman bizə bir neçə unudulmaz dərs verir. Birincisi, əsl güc xalq birliyindədir. Bəli. İkincisi, azadlıq heç vaxt hədiyyə edilmir, o, böyük fədakarlıqlar bahasına qazanılır. Və üçüncüsü, ən təhlükəli düşmən çox vaxt xaricdə yox, öz içimizdə, şəxsi mənafeyini vətən mənafeyinin üstün tutanlardadır. Ordubadi bu əsəri ilə tarixin o şanlı, eyni zamanda faciəli səhifəsini əbədi olaraq yaddaşlara həkk edib. Sonda isə sizi bir fikir üzərində düşünməyə dəvət edirik. Romanda gördük ki, qəhrəmanla xaini ayıran əsas sərhəd xətti onların şəxsi mənafe ilə milli mənafe arasındakı seçimi idi. Bəs əgər bir yazıcı bugünün mürəkkəb informasiya ilə dolu, dumanlı dünyasını təsvir etməyə çalışsaydı, sizcə, müasir qəhrəmanları və xainləri ayıran o sərhəd xətti haradan keçərdi? Onların seçimləri nəyə əsaslanardı?